G7-yə daxil olan ada dövlətlərinə aid ümumi xüsusiyyətlər. Ümumiyyətlə G7 dövlətləri dedikdə, bura ABŞ, Kanada, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya Federativ Respublikası və Yaponiya daxildir. Amma bizdən isə bu dövlətlərdən yalnız adada yerləşənlər istəyir. Burada adada yerləşən dövlətlər dedikdə biz bura Böyük Britaniyanı və bir də bura daxil etməli olacağıq Yaponiya ölkəsini ki, hansı ki bu iki dövlət adada yerləşən G7 ölkələridir və biz bura bu iki dövlətə aid ümumi xüsusiyyətlər seçməyə çalışaq. Bəndlərimizdə göstərilir. 1. Konstitusiyalı monarxiya idarəetmə formasına aiddir. Bəli, bu hər iki dövlət konstitusiyalı monarxiya idarəetmə formasına aiddir. Hansı ki biz burada Böyük Britaniya krallıq, Yaponiya isə imperatordur bu. Monarx doğru bənddir. Seysmik zonada yerləşir. Burada Yaponiya bəli seysmikdir, amma Britaniya platform ərazidir deyə bu yanlış bənd olacaq. Təsərrüfatı idxal xammalına əsaslanır. Bəli, doğrudur. Təsərrüfat sahələri idxal xammalına əsaslanır. Yəni əsasən gətirmə xammalı bu doğru bənddir. Artıq bizim burada gördüyümüz kimi doğru bəndimiz çıxmağa başlayıb. Doğru bəndimiz burada 1, 3 və 6. Bəli, Texnopolis və Texnoparklar bəli, eynilə elm tumlu sənaye şəhərlərinə, sənaye parklarına biz həm Britaniyada, həm Yaponiyada rast gəlirik bunlara. Demək doğru bəndimiz bizim burada 1, 3, 6 bəndi olacaqdır.